Salam mənim əzizlərim. Hər vaxtınız xeyir olsun. Bugün sizlərə oktyabr ayı üçün bürclər haqqında məlumat vermək istəyirəm. Paylaşımlarımı bəyənməyi, səhifəyə abunə olmağı unutmayın. Oktyabr ayı üçün xərçəng bürcləri. İnşallah xərçəng bürclərinə uğurlar nəsib edər Allahım. Ən gözəl günləri bütün bürclər altında doğulan insanlarımıza arzu edirəm. Əziz xərçənglər, bu ay sizi üçün uğurlu bir aydır. Çoxdan gözlədiyiniz müqavilələr bizə yüksək səviyyədə uğurlu imzalar atacaqsınız. Sizin qoruyucu mələkləriniz üzəribizdədir. Sizdə bircə şey tövsiyə olunur ki, yeni tanışlıqlar, istər xanımlar, istər bəylər uzaq durun. Sevgi tanışlığından uzaq durun. Kimlənsə kimsə calamaq və yaxud da tanışlıq eləmək istəyirsə onlardan uzaq durun. Bu ayda çoxdan gözlədiyiniz iş sizə uğurlu gəlir, xəbəri eşidəcəksiniz. Amma gördüyünüz iş barədə heç kimə öncədən xəbər verməyin. Çünki üzərinizdə, yaxınlarınızda, əhatəvizdə olan insanlar, iş yoldaşlarımdır, dostlarımdır. Bunlar istər-istəməz avtomatik sizə qarşı paxıllığımda başlayacaq və ona görə də sizin işlərinizdə problem olacaq. Əziz xərçəng bürcləri, siz üçün ən uğurlu rəqəm 14 rəqəmidir, 7 rəqəmidir, 10 rəqəmidir. Bu günlərdə siz uğurlarınız daha da güclü olacaq. Evlənmək istəyən xərçənglər üçün çox güclü bir aydır oktyabr ayı. Üstü olan sizə balıq bürcləri ilə evlənməyiniz daha güclüdür. Çünki balıq bürcləri xərçəng bürcləri ilə bəzən deyirlər yola getmirlər, bu yalandır, boş bir şeydir. Xərçəng bürcləri dolça bürcləri ilə də evlilik etsə daha da güclü, gözəl bir evlilik həyatı ola bilər. Gələn ayın ilkin həftələrindən, oktyabr ayının əvvəlindən gələn ayın ilkin həftələrinə qədər sizə uğur gözlənilir. Yeni müqavilələr, uzaq yollara çıxmaq istəyənlərin, istirahət, işlə əlaqədar bunlar rahatlıqla gedə bilər. Uzun zamanda xəstə olan xəstələrində şəfaət xəbəri eşidiləcək. Amma bir şey var ki, əziz xərçənglər, bəzi yaxın dostlarınızdan bəd xəbərlər, qəza xəbərləri və yaxud da ki, ölüm xəbərləri eşitsəz, depressiyaya düşməyin. Çünki verən də Allahdır, alan da Allahdır. Həftənin ən uğurlu günləriniz 4-5 ikinci günləri sizi üçün ən uğurlu günlərdir. Allah Taala hər bir bürc altında doğulanlara uzun ömür versin. Oktyabr ayı üçün şir bürcləri. İnşallah ümid edirəm şir bürclərinə də uğuru gələcək. Əziz şir bürcləri, oktyabr ayının ilk həftəsinin ilk günlərindən sizi üçün uğursuzluq olsa da, sizi üçün narahatçılıqlar olsa da, son günlərindən ikinci həftənin ilk günlərinə qədər uğurlu olacaq. İkinci həftənin son günlərində yenə də bəzi insanların, yaxınların, dostlarımdan və yaxud da kimlərinsə tanıdığımız insanlarımızdan ölüm xəbərləri və yaxud da qəza ağır olma xəbərləri eşidəcəksiniz. Amma 3-cü həftənin ilk 4 gününü sizi üçün uğur, ruzu, bərəkət, gözəl bir günlər başlayacaq. 4-cü həftənin 3 günü isə sizi üçün 4-cü həftənin 3-cü və 4-cü həftənin ilk günlərində sizə uğursuzluq gətirən ayın, oktyabr ayının 4-cü həftəsində də uğursuzluqlarınız olacaq. Çünki sizin özünüzə öz güvəniniz olmaqla bəzi insanların qəlbini qıracaqsınız. Bu da bəzi insanların hoşuna getməyəcək. Sizə qarşı kin, nifrət bəsləyəcək və şeytanın əmələ getdiyinə görə işlərinizdə uğursuzluqlar gətirəcək. Müqavilələrinizdə axsaqlığında olacaq. Xanımlarımızın nəzərinə çatdırım, sevindirim. Bircə şeydə siz daha çox sevinmək olar ki, çoxdan toy gözləyən xanımlarımızın da toy xəbəri çıxacaq.
tələbələrimizdə özgüvənliyi, özündən razılığı olan tələbələrdə mübahisələr olacaq. Bu mübahisələrdən uzaq durun. Çünki bu sizin xeyrinizə olmaya bilər, olmayacaq. Məktəbdən uzaqlaşdırılma kimi və bəzi hallarda polisə kimi, düşmə kimi hallar olacaq. Sizi üçün düşərsiz ayın tarixi 3 rəqəmidir, 5 rəqəmidir, bir də 7 rəqəmidir. Bu düşərsiz rəqəmlərdir. 8-dir, 2-dir, 10-dur. Rəqəmlər sizi üçün düşərli rəqəmlərdir. Həftənin 1-ci, 3-cü günlər sizi üçün ən düşərli günlərdir. Əziz şeylər, hökmranlığınızda biraz səbirli olun. Təmkininizi yerdən verməyin, kiməsə öz hökmranlığınızı yeritməyə çalışmayın ki, kimlərinsə nifrətinə toş gəlməyəsiniz. Oktyabr ayı üçün qız bürcləri. İnşallah qız bürclərində uğur gözləyər Allahın izni ilə. Əziz qız bürcləri, oktyabr ayının ilk günlərindən uğurlarınız boldur. Bu ay sizə düşərli aydır, amma öz səhvlərinizi çalışın, öz səhvlərinizi düzəldin. Kiminsə ailə həyatına müdaxilə edən qız bürcləri, çalışın bu müdaxilələri etməyin. Çünki kiminsə ailəsinə müdaxilə edərsinizsə, onlarda intihar baş verər və bu intihar səbəbindən də Allahın nəzərində siz alçalarsınız. Allah sizə ən pis günlərimi nəsib edər, inşallah etməsin. Əziz qız bürcləri, təmizlik etdirmək istəyirsinizsə, cadudan, şeytan əməlindən bu ayda təmizlikinizi etdirin. Bu ayda heç bir bürcə sataşmayın, heç bir bürcün haqqına girməyin. Çünki bu ayda sizi üçün uğurlar var, sevinclər var, gözlənilməyən sevinclər gəlir. Əgər ilkin həftəsindən, ilkin başlanğıcından siz kiməsə qarşı hər hansısa bir fikir yürüdərsinizsə, səhv bir şeylər edərsinizsə, onun altına ömürlükündə siz onun altına pis çəkərsiniz. Buna görə də bu ay sizi üçün uzaq yollardan xəbər gələcək, uzaq yerlərdən görüşlər, xəbərlər olacaq, uzaq yerlərə gözlənilmədən gedişlərimiz, sevinclərimiz olacaq. Qız bürcündə evlilik həyatı qura bilməyən xanımlar və bəylər üçün yeni tanışlıqlar, yeni təkliflər, evlənmək üçün bəyənmələr olacaq, addımlar olacaq. Tələbə qızlar sevinəcəksiniz, tələbə oğlanlar sevinəcəksiniz. Qız bürclərində yeni müqavilələr olacaq. Uzaq yollardan xəbərlərimiz daha da güclü, daha da yaxşı xəbərlərimiz olacaq. Düşərsiz günlərimizi də 8-i, 9-u, 12-si düşərsiz, 7-si, 15-i, 18-i düşərli günlərimizdir. Və çalışın, heç vaxt heç kimin qəlbini qırmayın, heç kimin haqqına girməyin. Çünki oktyabr ayında sizin bəzilərinizi məhkəmə gözləyə bilər, məhkəməyə düşürə bilərsiniz və burada uduza bilərsiniz.